Miqdad Əli ibn Əbu Talibin səhabəsi idi. Miqdad təqvalı idi. Niyə? Deyir ki, əlini aparırlar məscidə. Miqdad əlini qılıncında tutub, bax, əlini qılıncının dəstinə qoyub, gedir, dedi, yanından gözü Həzrət Əliyə baxırdı ki, bir dənə işarəsi ilə nə etməlidir onu eləsin. Amma eləmirdi. Eləmirdi, çünki Allahın rizasını düşünürdü. Amma Zübeyir nə edirdi? Zübeyir dedi ki, mən ölmüşəm ki, əlini məscidə apara sürüyə, çıxartdı qılıncı, başladı vurur. Bu təqva deyil, bu şücayətdir, adətdir, pis adətdir. Təqva budur ki, lazım olanda nə lazımdır onu eləyəsən, nə istənilir səndən onu eləyəsən. Adam müğayət olsun gərək Allahla münasibətindən. Yavaş-yavaş yaxşı şeylərə adət eləsin, sonra şiddətli məhəbbət yaranır. Eşq belə yaranır. Yoxsa eşqdən qəzəl oxumaqla, eşqdən danışıb vaxt öldürməklə eşq yaranmır. Eşq bax bu münasibətlər sistemində yaranır. Eşq belə yaranır.